İbn Mülcəm namaz əsnasında hücum çəkib Həzrət Əliyə zərbə indirdi. Onun vurduğu zərbə İmam Əlinin Xəndək döyüşündə əmir tərəfindən qılıncla başına dəyən yerə dəydi. Bundan sonra hamı İbn Mülcəmin ardınca qaçdı. Lakin kim ona yaxınlaşırdısa onu qılıncla vururdu. Axırda Qəsəm ibn Abbas adlı şəxs atılıb onu qucağına aldı və yerə çırpdı. Onu İmam Əlinin yanına gətirdilər. Həzrət soruşdu: "Mülcəmin oğlu?" O dedi: "Bəli." Həzrət onu tanıyandan sonra oğlu Həsənə dedi: "Düşməndən müğayət ol. Onun qarnını doyuzdur. Bəndini möhkəm bağla. Əgər ölsəm, onu mənim yanıma göndər. Allahımın yanında onun əleyhinə çıxacağam. Yox, əgər sağ qalsam ya onu bağışlayaram, ya da qisas alaram." Həsənlə Hüseyn Bəni Haşim gəncləri ilə birlikdə İmam Əlini bir kilimin arasına qoyub evə gətirdilər. Sonra bir daha İbn Mülcəmi Həzrətin yanına gətirdilər. Yenə də daha öncə söylədiyi sözlərin bənzərini dedi. İbn Mülcəm dedi: "Mən bu qılıncı 1000 dirhəmə almışam. 1000 dirhəm də verib ona zəhər yedizdirmişəm. Əgər mənə xəyanət etsə, Allah onu həlak etsin." İmam Əlinin qızı Ümmü Külsüm İbn Mülcəmə dedi: "Ay Allahın düşməni, Əmir əl-Möminini öldürdün?" Əmir əl-Möminin, yəni möminlərin əmiri. İbn Mülcəm dedi: "Əmir əl-Möminini yox, sənin atanı öldürmüşəm." Ümmü Külsüm dedi: "İnşallah atam bu yaradan şəfa tapar." İbn Mülcəm yenə də həyasızlıqla dedi: "Görərik, onun üçün ağlar qalacaqsan. Ona elə bir zərbə vurmuşam ki, əgər onu dünya əhalisi arasında bölüşdürsələr, hamısını həlak edər." Bu ifadələr İbnƏsirin Kamilində, İbn Səədin təbəqatında, habelə Tarixi Təbəri və sair mənbələrdə var. Bundan əlavə Peyğəmbərdən nəql olunmuş və bütün İslam ümmətində yekdilliklə qəbul olunmuş hədisdə deyilib ki, kim öz dövrünün imamını tanımadan ölsə, yəni imamı olmayan halda ölsə, cahiliyyət ölümü üzərində ölüb. Məhəmməd ibn Əbdülvəhhabın tərəfdarlarının baş ideoloqu olan İbn Teymiyyə isə belə bir şəxs üçün namaz qılan, oruç tutan, Quran oxuyan, öz dövrünün ən abid insanlarından biri kimi təqdim edir. Mühakiməni sizə buraxıram. İmam Əliyə biraz süd gətirdilər, biraz içib buyurdu ki, o süddən məhbusada aparsınlar və ona əziyyət verməsinlər. Həkimlər gəlmişdilər. Aralarında ən tanınmış və mahir olan Əsir ibn Əmr başa düşdü ki, bu yaranın sağalması artıq mümkün deyil. O dedi: "Ya Əli, vəsiyyətini et. Çünki bu zərbə artıq beynə çatıb. Artıq müalicənin faydası yoxdur." Bu vaxt imam kağız qələm istədi. Sonra Həsən və Hüseynə xitabən öz vəsiyyətini etdi. Bu vəsiyyətin o Həzrətin iki oğlu Həsən və Hüseyn üçün edilməsinə baxmayaraq, həqiqətdə dünyanın sonuna qədər olan bütün insanlar üçün örnəkdir. Bu vəsiyyəti mərhum Seyd Rəzidən əvvəl və sonra yaşamış bir çox tarixçilər və mühəddislər mötəbər sənədlə qeyd etmişlər. Əlbəttə, vəsiyyətin əsli Seyd Rəzinin Nəhcül Bəlağədə qeyd edildiyindən çoxdur. Lakin indi onun sadəcə bir hissəsini burada siz əzizlərlə paylaşmaq istəyirəm. İmam Əli öz vəsiyyətində buyurdu: "Sizə tövsiyə edirəm ki, təqvalı olub Allahdan çəkinəsiz. Dünya sizin sorağınıza gəlsə də, siz dünyanın ardınca getməyin. Dünyada əlinizdən çıxan bir şey üçün təəssüflənməyin. Haqq söz deyin. İlahi əcr və mükafat üçün iş görün. Zalimların düşməni, məzlumların isə dostu və himayəçisi olun. Mən sizə və bütün övladlarıma, əhlimə və bu vəsiyyətnaməmin çatacağı hər bir kəsə təqvalı olub Allahdan qorxmağı, öz işində nəzimli, dəqiq olmağı, iki nəfərin arasında sülh yaratmağı tövsiyə edirəm. Çünki sizin cəddinizin belə buyurduğunu eşitmişəm. Cəmaat arasında sülh yaratmaq bir illik oruc namazdan əfsəldir. Amandır, yetimləri unutmayın. Məbada onlar bəzi vaxtlar ac, bəzi vaxtlar tox olsunlar. Məbada sizin huzurunuzda onlara baş çəkən bir adamın olmadığına görə tələf olub aradan gedələr. Amandır, öz qonşularınızla gözəl rəftar edin. Çünki onların barəsində sizin Peyğəmbəriniz sallallahu aleyhi və alihi və səlləm çoxlu tövsiyələr edib. O Həzrət qonşular barəsində o qədər tövsiyə edirdi ki, biz tezliklə irsdən onlara da bir pay verəcəyini güman edərdik. Amandır, Qurana çox əhəmiyyət verin. Məbada başqaları ona əməl etməkdə sizdən qabağa keçər. Amandır, namazdan qafil olmayın. Həqiqətən namaz dinin sütunudur. Amandır, Allahın evi Kəbə barəsində nə qədər ki dirisiz, onu boş qoymayın. Çünki əgər boşaldılsa, sizə möhlət verilməz və ilahi bəla sizi tutar.
Amandır, Allah yolunda mal dövlətinizlə, canınızla və dilinizlə olan cihadı, çalışqanlığı unutmayın. Sizə vacibdir ki, dostluq əlaqələrini və məhəbbəti möhkəmlədəsiz. Yaxşılıq etməyi və ihsan etməyi unutmayasınız və bir-birinizə arxa çevirməkdən, əlaqələrinizi kəsməkdən uzaq olasınız. Yaxşılıqlara dəvət və pisliklərdən çəkindirməyi tərk etməyin. Əks halda şərr adamlar sizə hakim kəsilər. Sonra da nə qədər dua etsəniz, duanız qəbul olunmaz. Sonra imam buyurdu: Ey Əbdülmüttəlib övladları, məbada siz mənim ölümümdən sonra Əmir əl-Möminin öldürüldü deyə bəhanə edib, qolunuzu çırmalayıb müsəlmanları qanına qəltan edəsiz. Bilin və agah olun ki, mənim qisasımı alanda yalnız qatili öldürməlisiniz. Əgər mən bu zərbə nəticəsində dünyadan geçsəm, ona yalnız bir zərbə vurun ki, bir zərbə müqabilində olsun. Məbada onun burun qulağını kəsəsiniz. Mən Peyğəmbərin belə buyurduğunu eşitmişəm. Hətta quduz iti belə müslə etməkdən uzaq durun. Müslə etmək, yəni burun, qulaq, müəyyən əzalarını kəsməkdir. Əsbəği bin Nübatədən belə nəql edilib. Mən Əmir əl-Mömininin yanına daxil oldum. O söykənmiş halda idi və başı sarı parça ilə sarınmışdı. O Həzrət qan itirdiyindən rəngi saralmışdı. Bilmirəm üzü daha sarı idi, yoxsa başındakı parça. Özümü onun üstünə atıb öpərək ağladım. O dedi: Əsbəğ, ağlama. And olsun Allaha, bu cənnətdir. Ona dedim: Sənə fəda olum. Vallah mən sənin cənnətə gedəcəyini bilirəm. Amma ey Əmir əl-Möminin, mən səni itirdiyim üçün ağlayıram. İmam əleyhissalam bu vəsiyyətin axırında huşdan getdi. Huşa gəlib gözlərini yenidən açanda buyurdu: Ey Həsən, sənə bir-iki sözüm var. Bu gecə mənim ömrümün axır gecəsidir. Öldükdən sonra öz əlinlə mənə qüsul ver. Kəfənə bük. Mənim kəfən və dəfn işlərimi özün şəxsən gör. Cənazəmə namaz qılıb, gecə qaranlığında Küfədən uzaqda məxfi şəkildə torpağa tapşır. Qoy heç kim ondan xəbərdar olmasın. İmam Əli əleyhissalam 2 gün sağ qaldıqdan sonra 40-cı ilin Ramazan ayının 21-ci gecəsində 63 yaşında dünyadan köçdü. Həzrətin əziz oğlu İmam Həsən öz əli ilə ona qüsul verdi və cənazə namazı qıldı. İmam Əli Küfədə Qərra adlı bir yerdə, yəni indiki Nəcəf Əşrəfdə dəfn edildi. Onun xilafət dövrü 4 il 2 ay çəkdi.